Adətən deyirlər ki, təqdimatdan çox şey asılıdır. Ola bilər ki, hətta bu dərəcədə fikrimi tam izah eləmək üçün cümləni belə qururam. Bir çoxları üçün o qədər mənasız bir şey ola bilər ki, yəni o şəxs, o şəxsiyyət, elə bir şəxsiyyət ola bilər ki, onu elə gözəl formada təqdim eləyər ki, və nəticədə inanılmaz, gözlənilməz bir şey ərsəyə gələr, ortaya çıxar. Sözün canı budur ki, dəyərli olmağa çalışmaq lazımdır. Əsası budur, ən əsası. İnsan dəyərli olduqda istər-istəməz ətrafındakılar da ona artıq dəyər verməyə başlayır. Hətta dəyərsiz insanlar olsa belə, gec-tez, istər-istəməz hər bir halda dəyərli insanın layiq olduğu dəyəri verməyə çalışırlar. Hər bir kəsə bu formada olan, bu keyfiyyətdə olan dəyərli insanların olmasını arzulayıram ətrafında. Axır nəhayət ki, mən bu təşəkkür videomu çəkə bildim, çəkməyə vaxt elədim. Daha doğrusu əslində bundan əvvəl də olardı. Sadəcə olaraq mən yorğun vəziyyətdə istəmirdim ki, yəni o yorğun sima ilə istəmirdim, yəni bu təşəkkür videosunu çəkim. Yəni o halımda belə xoş hal olmuşam təbii ki. Mənim işim fiziki işdir, yəni onunla bağlı istəmirdim, yəni hər hansı bir narahat ifadə bildirəcək bir cizgiləri ilə video çəkim. Mən təşəkkürümü, çox böyük təşəkkürümü bildirirəm. Qabaqcadan bunu deyim ki, əslində nə qədər də təşəkkür eləsəm, yenə də azdır, elə əvvəl dediyim kimi. Ən birinci növbədə Allaha təşəkkürümü bildirirəm. Şükür, təbii ki, şükürümü bildirirəm. Çünki Allah qismət eləməsəydi, Fazil olmasa və yaxud da digər bir şəxs olsun, fərqi yoxdur. Onu heç bir kimsə eləyə bilməz. Hər hansısa ümumiyyətlə bir işi, yəni Allah icazə verməsə o mümkün deyil. Sonra Fazil qardaşıma sonsuz minnətdarlığımı, təşəkkürümü bildirirəm. Bilirsiniz, belə bir şeylər də var ki, mənim ədalət prinsipimdən yanaşsaq, yəni etiket qaydalarından yanaşsam, təbii ki, hər bir halda mən etiket qaydalarımı örtbasır eləmirəm, hər məsələyə onunla yanaşıram. Amma biraz dərinliyinə varanda, biraz açığım deyim, özüm narahat oluram. Kimisə adını çəkib, kimisə çəkməyəndə həqiqətən də dəyərli insanlar var ki, onların adı çəkilməlidir. Kimisə adını çəkərəm, kimisə adını çəkmədiyimə görə kimsə məndən inciyər. Bax, belə bir şeylər də var. Amma hər bir halda Fazil qardaşdır, sonra İlqar Kamil müəllimdir. Yəni bunlar yəni mütləqdir ki, birinci növbədə adları çəkilsin. İndi adların bilmədiklərimdə, hətta orada yetkinlik yaşında olan, tam dəqiq deyə bilmərəm təbii ki, çox-çox cavan uşaqdan tutmuş, ağsaqqala qədər də müəyyən dövlət sahələrində işləyən insanlar, yazarlar vardı orada, yəni müxtəlif sahənin əməkdaşları. Mən hər birisinə sonsuz
minnətdarlığımı, təşəkkürümü bildirirəm. Allah dəyər verib gəldiyinizə görə, o qızıl vaxtlarınızı sərf elədiyinizə görə Allah da sizə gözlədiyinizdən də artıqlaması ilə dəyərli bir şəxsiyyət olmağınızı qərar versin inşallah. Həqiqətən çox neçə gündür çox istəyirdim, fikirləşirdim, çalışırdım, amma alınmırdı ki, mən demişdim, bu yaxınlarda da təqdimatdan çəkilmiş Əli Xiləli qardaşımıza da dərin minnətdarlığımı bildirirəm. Allah onun da kömək olsun, Allah can sağlığını versin. O böyük zəhmətin nəticəsini təqdim eləmişdi, paylaşmışdım. Yəni adlarını indi bildiklərimin bir adlarını çəkirəm, amma bilmədiklərimi də yəni məni bağışlasınlar, haqqınızı halal edin. Hər bir kəsin ayrı-ayrılıqda fərd olaraq, şəxsiyyət olaraq mənim yanımda çox böyük dəyəri, hörməti var. Adətən insanlar hansısa bir məmura, prezidentə məsələn danışanda, müraciət edəndə möhtərəm deyə müraciət edirlər. Həmən gün məhz təqdimat günü ora gələn hər bir şəxs mənim üçün möhtərəm, çox böyük bir şəxsiyyət sahibləridir. Mənim düşüncəmdə, mənim təfəkkürümdə, mənim baxışımda, mənim verdiyim dəyərlə həqiqətən də elə çox möhtərəm insanlardır ki, dəyər verib bu xalq üçün, insanlar üçün, cəmiyyət üçün çalışıb əziyyət çəkdiyimiz işi dəyərləndirməyə, qiymətləndirməyə gəlmişdilər. Allah da sizə layiq olduqunuzdan da qat-baqat artıq dəyər, ruzi, bərəkət qərar versin inşallah, nəsib eləsin. Bir daha çox sağ olun, təşəkkür edirəm, Allah sizdən razı olsun. Əvvəldə dediyim kimi Fazil qardaşımız bu işin üstünə həmişə demişəm, deyəcəm də söz yox. Mən dünənimi yadımdan çıxartmıram. Bu işin üstünə sıfırdan düşdü. Dedi, abi mən bu işi başlayıramsa, bir işi axıra qədər gedirəm. Elə həqiqətən də dediyi kimi də oldu. Və yeri gəlmişkən, düzdür, tədbirə gəlməmişdi. Allah canını sağ eləsin, ola bilsin, yəni vacib iş olur, o rayonlara, regionlara gedir. Onun da öz təbii ki işi var, o da yazardı, onda adı Zaurdur. Zaur ustaca da buradan xüsusi təşəkkürümü bildirirəm. Hərçən ki, yəni bu təqdimatla, kitabla bağlı yəni bir əlaqəmiz olmayıb, amma hətta kitab çap olmazdan əvvəl mənim ilk dəfə yazılarımı, 2 ya 3 yazımı səhifələrdə, saytlarda Zaur Ustad paylaşmışdı, yayınlamışdı. Ona da xüsusi təşəkkürümü, minnətdarlığımı bildirirəm. Çox sağ olsun, var olsun, hamınız var olun, Allah sizdən razı olsun. Çox sağ olun, dəyərli qalın. Mənə qarşı olunanların 1000 qat əvəzini mən sizə Allahdan arzulayıram. Var olun.